Texnologiya sürətlə dəyişir, yeniliklər isə hər gün həyatımıza bir göz qırpımında daxil olur. Ağıllı texnikalardan tutmuş süni intellektə, robot sistemlərinə qədər hamısı bizim gündəlik həyatımızı daha rahat, daha təhlükəsiz və daha məhsuldar etmək üçün inkişaf etdirilir. Bəs paytaxt sakinləri son texnoloji yeniliklərdən hansının həyatımızı yaxşılaşdırdığını düşünürlər? Süni intellektin gəlməsi məncə lap yaxşı olacaq. Məsəl üçün, elə işlər var ki, onlar dəyişə bilər. Texnologiya daha çox ola bilər ondan. Məsələn, ofisiantın əvəzinə robot işləyə bilər. Əsas süni intellekt dövrüdür. Yəni dünən əgər əlimizdə hər hansı bir məmulat vardısa, onun biz istifadəsini bilmirdiksə, bu gün süni intellektlə, kompüter, internet vasitəsilə onu tez işlətmə qaydasını belə tez öyrənirik. Yəni müasir dövr əlbəttə bu gözəldir. Texnologiyadan düzgün istifadə eləmək insanların həyatını daha da yüngülləşdirər. Biri evlidirsə, yoldaşı evə gələndə ən azından bişmiş bir yeməyi olar. Özü tənbəl olsa da robot edir ən az. Süpürgə texnologiyası daha yaxşıdır ki, evdar xanımların işini yüngülləşdirir. Bu müasir dövrdə olsun, olmağı daha yaxşıdır gənclərimiz üçün. İndi ən son zamanlarda elektrik maşınlar çıxıb, onlar qənaət edir də bir növ, benzinsiz işləyir. Yəni mənə ən xoşuma gələn texnologiyalardan biri elektrik maşınlardır. Məişətdə əsas, mətbəxdə işlənən bütün texnologiya hamısı faydalı, lazımlıdır. Ən çox qadınların mənə elə gəlir ki, əməyini yüngülləşdirmək üçün zəhmətini daha çox həm soran olsun, həm də yəni yerləri yusun, şüşələri yumağa. Ölkədə son zamanlar onsuz da yenilikləri görürük hamımız. Elə bu yaxınlarda metroda bank kartı ilə keçidin özü belə rahatlıqdır. Avtomobillər yenilənir, xidmətlər yaxşılaşır. Mən düşünmürəm ki, o bizim işimizi rahatlaşdıracaq. Qısa vadədə ola bilər, amma uzun vadədə sadəcə olaraq işsizliyin artmasına gətirib çıxardacaq. Özlərinin gətirdiyi rahatlıqla bərabər də kifayət qədər problem, çətinlik gətirəcək və bu idarə olunmaqla bağlı olaraq o kodlara girilməsi, onları sındırmağa çalışan hər bir zaman müəyyən ünsürlər olacaq ki, onları öz maraqları üçün, məqamları üçün istifadə eləsinlər.